Namazda Allahu Ekber deyirik, yoxsa Allahu Akbar. Yəni Allahu Akbar, Akbar. İkinci sualımda necə heçə deyində zəhmət olmaz namaz qılanda istinasiya ilə qılmasa olar, mən elə qılmıram. Yəni nəzərdə tutulursa, yəni tez-tez qılmaq, yəni sən çalışmalıdır namazı tələsmədən aramla qılsın. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ayələri oxuduğu zaman ayələrin arasını kəsərdi, yəni birləşdirməzdi. Elhamdülillahi Rabbil alemin, Ar-Rahmanir-Rahim, yəni belə yavaş-yavaş oxuyardı, aramla oxuyardı. Sual verilir ki, qrip olmuşam, sabah cümədir, necə etmək olar? Yəni getmək lazım, yəni qrip elə ciddi bir xəstəlik deyil. İnsan səbəblərdən tutub getmək lazımdır. Üçüncü gün zöhr əsr arası dua saatı səhihdirmi? Sünnədə varid olub. Bəli, olub. Var bir hədis var. Üçüncü günü zöhr əsr arası edilən dualar qəbuldur. Əgər namazda tez-tez dəstəmaz pozulursa, amma hər dəfə yox, amma tez-tez və həm də saf bağlayıram. Hər gün mən hər namaz üçün dəstəmaz ala bilərəm. Çox narahatam ki, birdən üzürlü olmaram. Yəni insan əgər dəstəmaz saxlaya bilmirsə, yəni insan var dəstəmaz saxlaya bilmir, yəni tez-tez dəstəmaz pozulur. Və görürsən elə dəstəmaz alıb qurtarmamış, yəni dəstəmazı pozulur. Yəni əgər o sinifdəndirsə insan, yəni onlar dəstəmaz saxlaya bilməyən insanlara aid, yəni kimsə onu düz səhv başa düşməsin. Onlar hər namaz üçün dəstəmaz alırlar və o dəstəmazla fərzi və onun sünnəsini qılırlar. Sual verilir ki, namazda barakatuhudur yoxsa barakatuhu? Həm də salavat, yoxsa salavatu. Salavatu. Barakatuhu, hərfi orada yoxdur. Barakatuhu. Salavatu. Lədən sonra incədir. Salavatu. Sual verilir ki, filan kəs filan günahı etdi, filan adam filan işi gördü dünyada, ölən adam bunları bilə bilər. Yəni, ölən adam sağ qalan adamların nə iş gördüklərini. Xeyr, yəni onlar bu dünyadan belə bilgisi yoxdur, əlaqəsi yoxdur. Sual verilir ki, qədərdə iman necə olur? Qədərə iman necə olur? Qədərə iman odur ki, insan bildir ki, وَعَلَمْ أَنَّمَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ Bil ki, sənə toxunan səndən yan keçən deyildir. Və səndən yan keçən də sənə toxunan deyildir. Yəni, insanın buna yəqin olaraq inanmasıdır. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bil ki, bütün ümmət toplaşaraq sənə bir xeyir vermək istəsələr, Allahın yazdığından artığını vermək. Və bil ki, onlar hamısı toplaşaraq sənə bir zərər toxundurmaq istəsələr, Allahın yazdığından artıq zərər toxundura bilməzlər. Və həmçinin insanın buna yəqinliklə iman gətirməsi onun qəlbindən bütün sıxıntıları, həyəcanı, qorxunu çıxardır. Sual verilir ki, cümə namazını yer yoxdursa, ayaq üstə qılmaq olarmı? Yəni, insan bacardığını etməlidir. Yəni, hətta səcdə etmək yer yoxdursa, öndəkilərin belinə səcdə edə bilir inşallah. Əgər belə edə bilirsə, ayaq üstə qılmamalıdır. Sual verilir ki, səcdədə ikən Quranda keçən duaları etmək olar. Bəli, olar. Onların ayə kimi yox, dua kimi insan səcdədə edə bilər. Quranda keçən bütün duaları. Vaqiə surəsini axşamlar oxumaq və ya telefonda oxutmaq insana ruzi bərəkət qapıları açılarmı? Bu barədə gələn hədis zəifdir. Yəni, Vaqiə surəsi kim oxuyarsa kasıblıqdan qurtular
bu barədə hədis zəifdir. O deməkdir ki, zəifdirsə əməl olunmur, oxunmur. Sual verilir ki, avtobus sürücüsü avtobusu saxlayıb, avtobusun içindəki sərnişinlərin qabağında namazını qılarsa, bu göstəriş olmuş sayılır. Xeyr, yəni fərz namazı bura aid deyil. Ola bilər, nafilə namaz qılsa ola bilər ki, göstəriş olsun. Amma bu fərzdirsə, yəni fərz elə o tərəfdən də yaxşıdır ki, insanlar da görsün və onlara nümunə olsun və onlar da namazlarını vaxtında qılsınlar. Cəmaatla qılınan cümə namazında səcdədə dua etmək əfsəl yoxsa sübh ilə təhəccüd vaxtı? Yəni, hər birində icazəlidir və hamısında da əsas insandan tələb olunan qəlbini taparaq, yəni qəlbini taparaq etməsidir. Əsas olan budur. Yəni, cümə namazının da səcdəsində dua qabuldur, həmçinin təhəccüd namazının da səcdəsində qabuldur. Və ümumiyyətlə səcdələrin hamısında qabuldur. Burada həm səcdə var, üstəlik vaxtın özü də qabul olunan vaxtdan sayılır. Amma yenə qeyd olunduğu kimi insan dili ilə dediyini qəlbi ilə anlayarsa, o qədər təsirli olur. Yox, əgər insan dili ilə bir şeydir, qəlbi başqa yerdə dolaşırsa, yəni o duanın qabul olmasına mane olur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allaha la yaqbalu du'an an qalbin ğafilin ləh. Allah Teala ayıq olmayan bir xəbər qəlbdən duanı qəbul etməz. Sual verilir ki, kişi yaxud da qadın evləndikdən sonra qəlbində keçmiş uşaqlıq sevgilisinə məhəbbət, sevgi bəsləməsi günah sayılırmı? Yəni, xəyanət sayılırmı? Bir yerdə eşitmişəm, günah insanın mənəviyyatı ilə bağlıdır. Yəni, insanın qəlbinə özündən asılı olmadan qəlbinə gələn belə fikirlərə görə insana günah yoxdur. Yəni, insan onun ardınca gedərsə, onu dilinə gətirməsi və yaxud da onu əməlində ortaya çıxartması, bildirməsi, bildirməsi budur, yəni günaha aparan. Amma qəlbinə özündən asılı olmayaraq bir şeyə görə insana günah yazılmır və insan çalışmalıdır ki, bunu dəf eləsin. Bunu dəf eləsin. Əgər bir şey ki, insana mane olur, insanı yayındıracaqsa, yəni onlardan da xilas olması üçün Rəbbindən yardım istəməlidir insan. Sual verilir ki, məscidə piyada 1 saatlıq yolum var. Qusul almadan sadəcə dəstəmal alıb geçsəm, hədisdə gələn o savabı qazanmış oluram mı? Hədisdə gələn o qusul alarsa gəlir. Gözəl şəkildə qusul alarsa və ondan sonra yeriyərək gedərsə. Yəni, üzürlü olsa insan ola bilər, amma üzürlü deyilsə, bu savabı əldə etmək üçün qusul aldıqdan sonra yeriyərək gedərsə, yəni hər addımına 1 ilin qiyamının və orucunun savabını qazana bilir insan. Sual verilir ki, insanın üzünə nur verən, nurlandıran dua, salih əməl varmı? İbadətlər buna səbəb. İnsan bunu axtarmalı deyil. Əsas olan insanın qəlbinin nurlanmasıdır. Yəni, Allah Teala'nın baxdığı yer insanın qəlbidir. Çünki hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allaha la yanzuru ila suvarikum və la ila əcsamikum və lakin yanzuru ila qulubikum və əhmalikum. Allah Teala sizin surətinizə və zahiri görünüşünə baxmaz. Allah Teala qəlbə və qəlbdən doğan əməllərə baxır. Yəni, Allah Teala'dan doğan əməllərdir. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. Allah Teala buyurur ki, o günü, qiyamət gününə mal dövlət, nə oğul uşaq insana fayda verər, yalnız Allah Teala'nın huzuruna salamat qəlblə gələndən başqa. Nədən salamat? Ən birinci şirkdən salamatdır. Allahdan qeyrisinə bağlanmaqdan salamatdır, bidətdən salamat. Və digər asiliklərdən, günahlardan, kin-kudurətdən, həsəddən, yəni qəlbliklərindən salamat olarsa ona fayda verəcəkdir. Yox, əgər insan qəlbini bu günahlarla doldurarsa, yəni o qəlb sahibi faydalana bilməz. Yəni insanın faydalanması üçün birinci ondan tələb olunan qəlbini körlüyan əməllərdən təmizləməlidir.
İbn Qayyim rahimehullah deyir ki, dünyanın səhraları ayaqlarla qət olunur. Amma axirətin səhrası isə qəlblərlə qət olunur. Ola bilər bir səhvdə çiyin-çiyinə, topuq-topuğa duran iki nəfər eyni hərəkətlər edir. Zahirən eynidir, heç bir fərq yoxdur. Amma aralarında göylə yer qədər fərq olsun. Deməli, bu fərq nəyə görədir? İnsanın qəlbində olana görədir. Yəni, biri namazda, ruhən və cismən, qəlbi ilə namazdadır. O birisi isə cismən, cismani olaraq namazdadır. Amma qəlb isə yəni başqa yerdədir. Ona görə insan buna çalışmalıdır. Yəni, əsas olan qəlbin islahıdır. Əsas olan qəlbin islahıdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə fil cəsədi muduğa, bədəndə bir at parçası vardır. İdə salahət, salahəl cəsədi kullu. Əgər o sağlam olarsa, bütün bədən sağlam olar. Və idə fəsədət, fəsədəl cəsədi kullu. O körlanarsa, bütün bədən körlanar. Bilin ki, o da qəlbdir. Sual verilir ki, əgər vitr namazını yatmadan öncə qılınırsa, kəhv və səcdə surələr oxunarsa, namazdan sonra dərhal yatılmalıdırmı? Şərt deyil. Yəni, əsas odur ki, namazda oxunması qeyd olunduğu kimi onun üçün sayıla bilər. Sual verilir ki, çox ağır xəstəliyi olan insana günah yazılırmı? Quranda ayə var ki, çolağa, xəstəyə günah gəlməz. Anam 5 gündür vəfat edib. Gücü çatdığı qədər namaz qılırdı. Dura bilmirdi. Yəni, Quranda keçən birincisi çolaqdır, xəstədir və digər üzürlü. Onlar cihad barəsində gələn ayələrdir ki, yəni onlar üçün günah yoxdur. Leysə aləl-ə'mə haracun və aləl-a'raci harac. Yəni, köra və axsaq insana bir sıxıntı yoxdur, yəni döyüşə getmədiyinə görə. Və ümumiyyətlə, yəni xəstəliyə görə günah yoxdur. Yəni, bir şey ki, insanın özü səbəb olmadan başına gələn bəlalardır, sıxıntılardır. Əksinə, insan üçün həm kəffarədir və həmçinin insanın dərəcəsinin qalxmasına səbəbdir. Amma bir də var, insan özünü oda atması, özünü xəstələndirməsi bu başqa məsələdir. Yəni, buna görə insan, bədən əmanətdir, onu qorumadığına görə və ona xətər yetirdiyinə görə ona günah qazanır. Amma insan öz səbəb olmadan hər hansı bir xəstəliyə tutularsa, müsibət gələrsə, yəni bu insan üçün həm günahların silinməsinə səbəb olur və həmçinin dərəcəsinin qalxmasına. Çünki bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qulun Allah qatında əzəldən yazılmış bir dərəcəsi olur. Yəni qul o dərəcəyə etdiyi əməli ilə çatmır. Yəni əməlləri olsa belə, o əməllər onu o dərəcəyə çatdırmır. Və Allah Teala ona müsibət göndərərək onu əzəldən yazılmış dərəcəyə qaldırır. Təsbih namazı sünnədə gəlibmi? Təsbih namazı keçmiş və müasirlər arasında ixtilaf var. Yəni keçmiş alimlər arasında da səhih deyən olub, həsən deyən və zəif deyən də olub və müasir alimlər arasında da ona səhih deyən də var, zəif deyən də var. Yəni xülasə odur ki, yəni əməl etmək olar, əməl ediləcəkdir. Kimsə əməl etmək istəyirsə ona əməl edə bilər. Sual verilir ki, qiyamət günü hər kəs bir-birinin etdiyi pislikləri biləcəkmi? Yəni bir-birinin, yəni yoxsa bir-birinə. Yəni əgər haqlar məsələsizsə, yəni o bilinə bilər ki, yəni o insan başqasından savab götürmək üçün. Amma yox, insan əgər özü ilə Rəbbi arasında olan bir günah olubsa, ola bilər ki, Allah Teala yəni onu örtsün. Necə ki, bir hədisdə gəlir, yüngül hesab haqqında, yüngül hesab, yəni Allah Teala qulu ilə tək qalacaq və ona günahlarını xatırladacaq və hətta insan düşünəndə ki, həlak olub o qədər günahları xatırladıqdan sonra Allah Teala deyəcəkdir ki, inni sətərtuha aleykə fid-dunya və ənə əğfiruha ləkəliyəm. Bunları dünyada ikən mən sənin üçün örtdüm və bugün isə səni bağışlayıram. Yəni, bu isə yüngül hesab sayılır. Başqa bir hədisdə vardı ki, mən nuqişəl hisəbə fəqad özzib. Yəni, kim münaqişə olunarsa hesabda ona əzab verirlər. Yəni, bir var,
günahların xatırladılması. Bir də var, nə üçün etdin? Nə üçün etdin? Falan əməli nə üçün etdin? Artıq belə suallar verirlərsə, insan ona görə əzab verilə bilər. Sual verilir ki, eşq bəlasından necə xilas olmaq olar? Yəni, o boş, mənasız şeylər qəlbə nə vaxt daxil olur? İnsan qəlbini qəlb əməlləri ilə təmir etmədiyi zaman. Əgər insan qəlbini qəlb ibadətləri ilə təmir edərsə, yəni ixlasdır, təvəkkül, qorxu, ümid, Allah sevgisi və bunları bir-bir öyrənərək doğrultmağa çalışarsa, mənasız şeylər onda qəlbə yerləşmir. İnsanın qəlbi boş olduğu zaman onda bu cür faydasız, mənasız şeylər insanın qəlbinə girir. Ona görə insan bilməlidir ki, bu qəlb evi Allahı sevmək üçün, Allah-u Teala'nı tanımaq üçün, tövhid, ixlas üçün atılan bir evdir. İnsan yaramaz şeyləri o qəlbə yerləşdirməməli. Və sözsüz ki, insan bu işdə Rəbbindən yardım da istəməlidir. Rəbbindən yardım istəməlidir, qəlbimi islah et deyərək. Çünki qəlblər Allahın əlindədir. İnsan Rəbbindən yardım istəyərsə, qəlblərin islahı üçün və həmçinin səbəblərdən də tutarsa və Allah-u Teala bu işdə doğru olanı müvəffəq edər. Və eyni zamanda insan qəlb xəstəliyinə aparan səbəblərdən də insan uzaq olmalıdır. Yəni, o günahlar olan yerə getməməsi və baxmaması, görməməsi. Yəni, insan islah olmaq istəyir, amma özü isə günahın içərisində, ortasında, odun ortasında olduğu halda salamat qalmaq istəyir. Bu da necə? Bu mümkün deyil. Deyirsən, nicat olmaq istəyirsən, xilas olmaq istəyirsən, amma qurtuluşun yolunu tutmamısan. Deyir, gəmi quruda, səhrada necə deyir, üssün? Gəmi səhrada necə üssün? Və ona görə insan qurtuluş istəyirsə, nicat istəyirsə, o nicatın, qurtuluşun yollarını da tutmalıdır. Sual verilir ki, zəmzəm suyunu başqa su ilə qarışdıranda hamısı zəmzəm suyu olurmu? Yəni, bir şey yoxdur. Yəni, hamısı zəmzəm suyu olur deyə məndə belə bir dəlil yoxdur. Yəni, insan özü üçün içə bilər, qarışdırır, amma bunu başqasına zəmzəm suyu adı ilə verə bilməz və yaxud da sata bilməz. Sual verilir ki, məsciddə ağza taxan maskanı taxmaq olarmı? Əgər bu xəstəlik varsa və yaxud da insan qorunmaq üçün istəyirsə, olar. Bir problem deyil. Amma bu yoxdursa, insan namazda gərək məscid başqa, amma namazda üzünü örtməməlidir. Sual verilir ki, ailəm tez-tez istehzalar edir və küfür danışır. Mən bəzən onları çəkindir, bəzən çəkindirmirdim. Bu əleyhimədir. Nisə surəsində keçir ki, onlarla birgə oturmayın, yoxsa siz də onlar kimi olarsınız. Yəni, insan birinci hədisdə gəlir ki, sizdən bir mümkün işi görərsə, onu əli ilə itirsin. Əli ilə itirməyə gücü çatmırsa, dili ilə və dili ilə də gücü çatmırsa, qəlbi ilə inkar eləsin. Əgər görsən ki, xeyri yoxdur, onda qəlbi ilə inkar etməyinlə xilas olmuş olursan, yəni günah yazılmır. Sual verilir ki, ümrə edərkən saçı az-maz götürmək olarmı? Bəyənilməyən əməl deyil ki. Yəni, ümrəni bitirdikdən sonra saç tamamilə qırxılır və yaxud da tam şəkildə qısaldılır. Yəni, oradan-buradan bir-iki tük götürmək bu sayılmır. Çünki bu vaciblərdəndir ümrədən sonra. Ola bilər, orada kimsə görür ki, qayçı ilə bir-iki tük götürür. Yəni, ona aldanmaq lazım deyil. Yəni, bu da onu bildirir, insan ibadətdən əvvəl elmi olsun. Elmi olmayanda sonra o insanları bilməyənlərin axınına düşüb gedir. Və ona görə belə səhv əməllər, yəni bidətlər bəzən belə yayılır. Nəyə görə? İnsanın elmi olmadığına görə. Gərək insan hər hansı bir ibadətə başlamazdan əvvəl ibadətin qaydalarını, şərtlərini, rükunlarını, vaciblərini öyrənsin. Və belə xəta işlər gördüyü zaman aldanmasın. Peyğəmbər sallallahu aleyhi və səlləm 3 dəfə qırxanlar üçün dua edib. Rahimallahul muhalliqin. Rahimallahul muhalliqin. 3 dəfə deyir ki, saçını qırxanlar Allah rəhm eləsin. Və 4-cü dəfə soruşurlar, bəs qısaldanlar 4-cü dəfə qısaldanlar üçün dua edir. Allah onlara da rəhm etsin. Demək, 3 dəfə saçını qırxanlara, 1 dəfə isə qısaldan. Qısaltmaq da oradan-buradan tük götürmək yox, tamamilə.
hamavar şəkildə qısaltmaq. Bunu da kifayətlənir. Allah Teala eşidib yaxşısına tabi olanlardan etsin. Və sallallahu aleyhi ve Muhammed və alə alihi və sahbihi və səlləm.